Əbəsə surəsi Məkkədə nazil olmuşdur. 42 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. Qureyş zənginlərindən biri qaşqabağını töküb üzünü çevirdi. Peyğəmbərin yanına Korun, Abdullah ibn Ümmü Məktumun gəlməsindən dolayı. Nə bilirsən, bəlkə də o Peyğəmbərdən İslam'a dair soruşub öyrənəcəkləri ilə təmizlənəcəkdir. Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir. Ehtiyac hiss etməyənə gəldikdə, sən üzünü ona tərəf çevirirsən, onun sözünə qulaq asırsan. Onun küfrdən təmizlənməsindən sənə nə? Yüyürə-yüyürə sənin yanına gələn və Allahdan qorxan kimsəyə gəldikdə isə, sən ondan üz çevirirsən. Xeyr, belə yaramaz. Bir daha belə etmə. Həqiqətən bu ayələr bir öyüd nəsihətdir. Kim istəsə, ondan öyüd alar. Bu Qur'an, Allah dərgahında çox möhtərəm, mötəbər səhifələrdə, qədir qiyməti yüksək, şanı uca, tərtəmiz səhifələrdədir. Şeytan onlara toxuna bilməz. O, Allahla Peyğəmbərlər arasında olan elçi mələklərin əli ilə lövh-ü məhvuzdan götürülür, yaxud o, elçi mələklərə etibar edilmişdir. O mələklər ki, Allah yanında çox möhtərəm, Allaha çox mütidilər. Ölsün kafir insan, o nə nankördür. Bu təkəbbür onda hardandır? Allah onu hansı şeydən yarattı? Allah onu bir qətrə dəyərsiz nütfədən yarattı, ona biçim verdi. Sonra onun üçün ana bətnindən çıxış yolunu asanlaşdırdı. Sonra onu öldürüb qəbrə qoydu. Sonra da istədiyi vaxt onu dirildəcəkdir. Xeyr, insan Allahın ona buyurduğunu hələ yerinə yetirməmişdir. İnsan hələ bir yeməyinə baxsın, görsün ki, ona necə ruzi verdik. Həqiqətən biz yağışı bol yağdırdıq. Sonra yeri gözəl yaratdıq, yaxşı yardıq. Belə ki, orada dənli bitkilər göyərtdik. Üzüm və yonca, zeytun və xurma bağları, ağacları bir-birinə sarmaşan bağçalar, növbə-növ meyvələr və ot ələf yetişdirdik. Bütün bunlar sizin və heyvanlarınızın istifadəsi üçündür. Nəhayət qulaqları kar edən o dəhşətli səs gələndə, İsrafil surunu çalanda, o gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından. O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır. Hər kəs öz hayında olacaq. O gün bir çox üzlər parlayacaq, güləcək, sevinəcəkdir. O gün bir çox üzlərə isə toz torpaq qonacaq. Onları zülmət, yaxud his bürüyəcəkdir. Onlar pis əməllərə uyan kafirlər, pozğunlardır.